Bəli, əziz izləyicilər, əziz Best FM izləyiciləri, bir həftə tamam oldu və biz yenidən efirdəyik. Futbolun nəbzi verilişində mən Orxan və həmkarım Pərvinlə birlikdə bugün bir saat ərzində sizə futbolun nəbzini tutmağa çalışacağıq. Salam Orxan, mən də səni və izləyiciləri salamlayıram. Bəli, bu gecə mahnıya görə o faxama təşəkkür edirik. Futbol həyəcan yaradır. Bəli, bu həyəcanı, ümumiyyətlə futbolun nəbzini bizimlə tutun və birlikdə bir saatı bizimlə birlikdə keçirdə bilərsiniz. Belə başlayaq, biz həmişə olduğu kimi ölkə çempionatı ilə Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turuna yekun vuruldu və oyunları müzakirə edəcəyik və başlayaq turun ilk oyunu İmişli Zirə oyunu haqqında. Ümumiyyətlə, bu oyun haqqında biz ilk əvvəl fikirlərimizi bildirəndə hər ikimiz də Zirənin müəyyən qədər qələbə favorit olduğunu və qələbə qazana biləcəyini vurğulamışdıq. İmişli də yaxşı komandadır, amma son oyunlarda bir qədər qənaətbəxş nəticələr əldə edə bilmir. Amma buna baxmayaraq bu oyun başladığı kimi başa çatdı. Ümumi götürəndə oyununa məncə futbolçular rəqib bir-birləri ilə bərabər meydança ilə mübarizə apardılar. Çünki meydança həqiqətən bərbad gündə idi. Qubaş şəhər stadionunda vəziyyət elə ürəkaçan deyildi. Qapıçılara çox çətin anlar yaşadırdı bu yağışdan sonra yaranan mənzərə. Palçıq, qapıçıların qarşısı tamamilə palçıq idi və suyun içində oynayırdı. Ona görə düşünürəm ki, bu da futbolçulara iki qat çətinlik yaradırdı və burada müəyyən qədər Zirənin və İmişlinin hücumları oldu, təhlükəli hücumlar. Hətta bir epizodda ləğv olunan penalti də var idi və penaltinin əvvəlində penalti var idi, amma penaltidən əvvəl belə demək olarsa qayda pozuntusu var idi və buna görə penalti ləğv olundu. Elə oyunun da ən yadda qalan məqamı bu oldu və düşünürəm ki, bu oyunun elə ən ideal nəticəsi bərabərlik idi. Oyun da bunu göstərdi. Amma Zirəni həftə içi sabah daha çətin bir sınaq gözləyir. Kubokun finalında çıxış edəcək. Bu barədə də geniş fikirlərimizi bildirərik. Buyur, sən də fikirlər bildir bu oyun haqqında. Daha sonra növbəti oyunlar barədə danışarıq. Oyundan öncə görüşün favoriti, sənin də qeyd etdiyin kimi Zirə hesab olunurdu, amma stadionun ideal səviyyədə olmaması müəyyən çətinliklər yaratdı hər iki komandaya. Ümumi də götürsək, çox da baxımlı oyun alınmadı. Baxmayaraq ki, Zirə favorit hesab olunurdu, amma xal itirdi. Bu da Neftçinin işinə yaradı. Neftçinin oyunu barədə də danışacağıq az sonra. Bəli, nəticə qənaətbəxş idi, mən deyərdim. Oyuna görə həm qənaətbəxş idi, oyuna görə idi həqiqətən. Sönük macəralı keçdi demək olar ki. Amma hücumlar da var idi, təhlükəli hücumlar da var idi, qapıçıların da qurtarışları var idi, amma buna baxmayaraq hesab açılmadı və qarşılaşma başladığı kimi də başa çatdı. Keçək turun digər oyununa. Turun digər oyunu isə Sabah Kəpəz oyunudur. Gözlənilmədən Sabah, amma heyətə baxanda görürdük ki, müəyyən qədər rotasiyalı heyət idi Sabahda. Çünki artıq Sabah çempionluğu təmin edibdi və artıq tarixində ilk dəfə çempion oldu ötən tur və belə demək olarsa, əsas fikrini bu dəqiqə Kuboka yönəldib. Mən deyərdim, buna görə əsas heyət oyuncularını oynatmadı bir çoxunu. Sekitikanı biz uzun müddətdən sonra əsas heyətdə gördük. Xəyal hücumu mərkəzində oynayırdı. Müəyyən oyunlarda Xəyal Əliyev hücumu mərkəzində oynayıbdı və yaxşı da çıxış edibdi. Və bu oyunda mən deyərdim, Sabah qələbəni Kəpəzə hədiyyə elədi. Qapıçının səhvi nəticəsində, kobud səhvi nəticəsində, Pakatilovun kobud səhvi nəticəsində Kəpəz bu oyunda 1-0 qələbə qazandı. Təbii ki, Kəpəz liqada qalmaq uğrunda mübarizə aparır və bu qələbə onun üçün ən belə lazımlı bir nəticə idi. Qarabağı da iştihə məğlub edib, Sabahı da məğlub etdi və bu da bəli, bu da onu göstərir ki, Kəpəz liqada qalmağa layiqdir və gələn mövsümdən artıq Kəpəz doğma meydanda çıxış edəcək. Möhtəşəm Gəncə şəhər stadionunda öz oyunlarını keçirəcək və biz bilirik Gəncə şəhər stadionunda oyun olanda həqiqətən də azadkeşlər çox böyük coşqu ilə komandalarını dəstəkləyirlər və buna görə də Kəpəzin liqada qalması çox istəyirəm həqiqətən də. İnşallah ki, qalarlar. Ümumiyyətlə Gəncə futbol şəhərdir və Gəncədə futbol hər zaman olubdur. Yaxşı futbolçular da tutub Gəncədən. Sabaha gələcək, Sabah oyunun favoriti idi, oyuna diktə eləyirdi. Mən bu oyunda
Yusif İmanovun oyununu xüsusi qiymətləndirərdim. Keçmiş komandasına qarşı bir növ özünü sübut etməyə çalışırdı ki, yəni mən həqiqətən yaxşı qapçıyam və haqsız yerə göndərildim, belə demək olar. Bu mesajı ötürmək istəyirdim. Mən deyərdim, ötürə də bildi bu mesajı. Çünki çox 100% mən saydığım 4-5 epizodu 100% epizodu xilas elədi. Buyur, sən də bu oyun haqqında fikirlər bildir. Daha sonra növbəti oyunlar barədə fikirlərimizi bildirərik. Aha, görüşün favoriti meydan sahibləri hesab olunurdu, düzdür? Amma Sabahın artıq bir neçə tur öncə çempionluğu rəsmiləşdirdiyini nəzərə alsaq, yəni müəyyən rotasiyalara gedəcəyi gözlənilən idi. Sənin də az öncə qeyd etdiyin kimi Jesse Sekidika uzun müddətdən sonra start heyətdə yer aldı. Hücumun sivri ucunda Xəyal Aliyevi gördük. Xəyal Aliyev üçün də mövsümü uğurlu saymaq olar. Kifayət qədər yaxşı mövsüm keçirir həqiqətən. Bu tur fərqlənməsə də, komandası qol vurmasa da. Kəpəzin qələbəsində sən də qeyd etdiyin kimi qapıcı Yusif İnanov Sabahın sabiq qapıcısının sevləri də rol oynadı həqiqətən. 4-5 real qol imkanından xilas etdi komandanı və Kəpəzin qolu meydan sahiblərinin qapıcısının kobud səhvindən sonra vuruldu. Turnir cədvəli baxımından Kəpəz üçün daha önəmli idi təbii ki bu qələbə. Çox vacib 3 xal qazandı komanda. Bəli, hazırda Kəpəz qəbələni nə aldınsa 6 xal qavalı. Demək olar ki 10-cu yeri təmin elədi. Sona 2 tur qalmış və böyük ölçüdə elə son pillələrdə bu komandalarda Yevlax onsuz da Karvan Yevlax onsuz da bu tur rəsmiləşdirib düşməyi indi bu barədə danışacağıq. Keçək digər oyuna, 31-ci turun digər oyunu Qəbələ Qarabağ oyunu. Qəbələ Qarabağ oyununa gələcək. Bu oyunda demək olar ki taleyi yüklü elə bir nəticəsi yox idi. Yəni elə əhəmiyyət kəsb eləmirdi heç bir komanda üçün. Düzdür, Qəbələ üçün qələbə vacib idi. Çünki liqada qalmaq uğrunda mübarizə aparır təbii ki. Amma belə demək olarsa Qarabağ üçün artıq ikinci yer təmin olunub və oturub gözləyəcək ki Sabah kubok qazansın və Qarabağ avtomatik olaraq Avropa Liqasında ölkəmizi təmsil etsin. Yəni bu da Sabah başlayacaq kubokun final oyunu. Oyuna gəldiksə hesabı Kadi Borges açdı. Bundan qabaq da Kadi Borges'in bir neçə epizodu oldu. Qapıcı inamlı çıxış elədi. Qəbələnin qapıcısından söhbət gedir Səlahat Ağayevdən və milli komandaya cəlb olunan qapıcılarımızdandır, istedadlı qapıcılarımızdandır. Artıq təcrübəli qapıcı demək olar ona həqiqətən də. İkinci hissədə isə mən Qəbələnin oyununu çox bəyəndim. Həqiqətən də Qarabağa qarşı çox yaxşı mübarizə apardı. Döyüşkən oyun nümayiş etdirdi və düşünürəm ki Qəbələ nəinki bir xal, hətta qələbiyə layiq oyun nümayiş etdirdi. İkinci hissədə başlayan kimi belə demək olarsa Akinade hesabı bərabərləşdirdi və bundan sonra da Qəbələnin 100% epizodları oldu və hətta Qarabağın da epizodları oldu. Təbii ki Qarabağ bizim təcrübəli komandalarımızdan biridir və amma Qarabağda müəyyən qədər eniş gözə çarpır həqiqətən də və Qarabağla bağlı başqa bir xəbərlər də var. O barədə də fikirlərimi bildirəcəyik. Transfer məsələsi var. Bir hücumçu Winger transfer edib, onu da indi o xəbərdə diqqətə çatdıracaq. Və bu oyunda bir də Qarabağın sayılmayan qolu, qeydə alınmayan qolu diqqət çəkdi və bundan başqa elə bir maraqlı epizod olmadı və qarşılaşma bir hesab ilə başa çatdı. Ümumiyyətlə, son oyunlara baxanda Qəbələnin ev oyunlarına bir qədər azarkeş sayıda az gəldi, amma bugünkü, dünənki oyunda, daha doğrusu bu həftəki oyunda rəqibin nəzərə alsa, bəli, azarkeş sayıda kifayət qədər çox idi. Qarabağa görə də azarkeşdə də gəlmişdi. Sən də bu oyun haqqında fikirlər bildir, buyur, fikirləri eşitək. Görüşdən öncə müzakirə etmişdik bunu Orxan, bu oyunu. Mən böyük ehtimal deyirdim ki, bu görüş heç-heçə başa çatacaq. Belə də oldu, çünki turnir cədvəli baxımından meydan sahibləri üçün daha önəmli idi qələbə qazanmaq. Düzdür, Qarabağda xal lazımdır, amma ki, böyük ehtimal yəni ikini tutacaq bu komanda. Çempionluq zaten bəllidir, artıq Sabah çempionluğunu rəsmiləşdirib. İlk hissədə qonaq komandadan sən də qeyd etdiyin kimi Kadi Borges həm fərqləndi, həm də ümumən daha fəal görünürdü. Amma ümumi götürsək 90 dəqiqə boyunca meydan sahibləri daha
xoş təsir bağışladılar. İkinci hissədə Akinade bərabərlik qolunu vurdu. Bu futbolçunun ötən turda da yanlış xatırlamıramsa qeydə alınmayan qolu var idi. Qəbələ daha xoş təsir bağışladı, düzdür, amma görüş heç-heçə yekunlaşdı. Böyük ölçüdə artıq Kəpəzin qələbəsindən sonra, Sabah üzərində qələbəsindən sonra artıq 10-cu yeri böyük ehtimal 2 tur qalıb biz bilirik. Sonra Kəpəz 10-cu yeri tutacaq, çünki 6 xallıq fərq vardı. Qəbələnin isə 6 xal geridir, 21 xalı vardı və Kəpəzi xaqlayacağı inandırıcı deyil, çünki son 2 oyunda Qəbələ hər iki maçını qalib gəlməlidir. Kəpəz isə əksinə hər iki maçda məğlub olacağı təqdirdə vəziyyət dəyişə bilər. Bu da o qədər də inandırıcı görünür. Qarabağla bağlı iki xəbər demişdim diqqətinizə. Qarabağa FIFA-dan transfer qadağası gəlib, amma klub rəhbərliyi bunu hələ tam dəqiqləşmədiyini vurğuladı. Rəsmi saytı hələ ki açıqlamır. Hələ rəsmi açıqlama gəlmir, amma qadağa gəldi. Bundan öncə də Neftçiyə də belə bir qadağa gəlmişdi və bu aradan qaldırıldı. Qarabağla bağlı digər bir xəbər isə Qarabağ hücum xəttini gücləndirir. Fransalı Vingerlə tam razılıq əldə edildi. Yəni mənbə yoxdur açığı, amma Omoniyadan, Kiprin Omoniya klubundan çıxış edən Fransalı hücumçu Jali Mowadibini öz sıralarına qatıbdı və bu barədə mənbə göstərilmir, amma belə, yəni bu futbolçunu böyük ölçüdə komanda sıralarına qatıbdı. Təbii ki, yəni, oyununu izləməmişik, bilmirik necə bir oyuncudur, amma ümid edirik ki, Qarabağ üçün faydalı bir futbolcu olar, əgər transfer dəqiqdirsə. Transfer barədə bir söz deməyəcəm, çünki bu oyunçunun oyunu ilə tanış deyiləm, CV-sinə də baxmamışam. Sadəcə bilirəm ki, Kipr klubundan heyətə qatılıb, düzdür, rəsmi açıqlama hələ gəlməyib. Bir neçə idman səhifəsində gördüm səhər bu məlumatı. Xeyirli olsun Qarabağ adına. Transfer qadağası ilə bağlı da qısaca onu qeyd edim ki, bir neçə gün öncə eyni qərar, eyni qadağa daha doğrusu Neftçiyə də tətbiq olunmuşdu, lakin 3 gün sonra səhv etmirəmsə bu qadağa aradan götürüldü. Böyük ehtimal Qarabağda da bu problem aradan qaldırılacaq və transfer qadağası ehtimal mənə görə aradan qaldırılmalıdır. Yaxın günlərdə yəqin ki bu barədə məlumat verilir, rəsmi məlumat veriləcək. Rəsmi açıqlama gəlir. Gündüz bizi salamlayır, biz də Gündüzü salamlayırıq, bizi izləyir və təşəkkürümüzü bildiririk. Fikirlərini yaza bilərlər bizim izləyicilərimiz. Hansı komandaya azarkeş edirlər, ümumiyyətlə oyunları izlədilərmi, fikirlərini bildirsələr, biz də bu fikirləri səsləndirək efir vasitəsilə. Keçək digər bir oyuna, Sumqayıt Araz Naxçıvan oyunu. Turun belə bol-qollu oyunlarından biri idi. 2 bol-qollu oyun oldu və ondan biri Sumqayıt Ofa xanım bizi salamlayır, biz də salamlayırıq Ofa xanımı. Onun da ifasını səsləndirdik, səhv etməsə həmin xanımdır və təşəkkürümüzü bilirik bu ifaya görə də. Sumqayıt Araz Naxçıvan oyununa gəldikdə oyun həqiqətən də maraqlı keçdi. Yəni bu cür oyunlar niyə görə maraqlı olur? Onu qeyd edeyim. Yəni heç bir nəticə kəsb eləməyən bir oyundur. Yəni nəticəsi əhəmiyyət kəsb eləməyən bir oyundur. Çünki hər iki komanda çempionatda öz yerini qoruyub və belə demək olarsa, nə Avrokubok məsələsi var, nə liqadan düşmək məsələsi var. Rahat oyunlar, öz oyunlarını göstərdilər və buna görə də çox baxımlı oyun izlədi azarkeşlər. Elə birinci hissənin son dəqiqələrində Romalingom gözəl qolla hesabı açdı. Çox gözəl qol idi həqiqətən də. Ümumiyyətlə bu tür baxımlı qollar izlədi azarkeşlər. Daha sonra ikinci hissə başlayan kimi Simakala hesabı bərabərləşdi Araz Naxçıvan heyətində və daha sonra Rahil Məmmədov avtoqol müəllifi oldu. Maraqlı ki, ilk hissənin son dəqiqələrində və ikinci hissənin son dəqiqələrində Sumqayıt qollar vuraraq qələbə qazandı və belə, bu oyun haqqında bu qədər. Sənin də fikirlərin maraqlıdır. Mənim üçün görüşdən öncə favorit Sumqayıt idi. Gözləntilərimi belə deyə qarşıladı. Baxmayaraq ki, turnir cədvəli açısından böyük önəm kəsb etmirdi heç bir tərəf üçün. Sənin də qeyd etdiyin kimi Avrokubok
Avrokubokları vəsiqə qazanma imkanları yox bu komandaların və eyni zamanda liqaya düşmək kimi təhlükələri də yoxdur. İlk hissənin başlanğıcında açığı Araz Naxçıvan daha xoş təsir bağışlayırdı. Ərazi üstünlüyü baxımından qonaqlar üstünlüyü idi, amma 45-ci dəqiqədə artıq əlavə olunmuş dəqiqələri gedirdi. Ramalingo'nun uzaq məsafədən olduqca mükəmməl zərbəsi var idi. Kapitelinə deyib top tora daxil oldu. İkinci hissədə Simakala hesabı bərabərləşdirdi Araz Naxçıvanda. Bu qolda Sumqayıt klubunun müdafiəsindəki boşluğu da qeyd etməliyik. O səhvə yol verdilər. Ardınca Simakalanın ikinci dəfə fərqlənmə, dubl etmə şansı da oldu. Yararlana bilmədi bu fürsətdən və 90-cı dəqiqədə əlavə olunmuş dəqiqələrdə artıq hər kəs görüşün bu hesabla tamamlanacağını, başa çatacağını gözləyərkən Rahil Məmmədov topu uzaqlaşdırmaq istəsə də avtoqol müəllifi oldu və beləcə Sumqayıt 2-1 hesablı qələbə qazandı. Bəli, Ofaq xanım bizə təşəkkür edir və mahnının səsinə yenidən səsləndirməyimizi istəyir. Səsləndirəcəyik, mütləq səsləndirəcəyik, narahat olmayın. Bir qədər oyunların nəticələrini bitirək, oynaq. Daha sonra mahnını səsləndirəcəyik bir daha. Bravo sizə deyir, təşəkkür edirik və biz də təşəkkürümüzü bilirik bu gözəl mahnıya görə. Keçək digər oyuna, Turan Tovuz Karvan Yevlax oyunu. Turan Tovuz Karvan Yevlax oyununa gəldiksə, bu oyun Turan Tovuz üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki belə demək olarsa, Turan Tovuz 32 ildən sonra ölkəmizi Avrokuboklarda yenidən təmsil etmək hüququ qazanacaq və Turan adı keçəni təbrik edirəm. Həqiqətən də, yəni böyük yol keçiblər, rəhbərlik olsun, baş məşqçisi olsun, bir yumruq altında birləşib və nəticəni əldə elədilər, Avrokuboklara vəsiqə qazandılar. Uğurlar arzulayırıq və onu da qeyd edeyim ki, Turan Tovuz ölkəmizi müstəqillikdən sonra, belə deyək də, ölkəmizi Avrokuboklara mərhələ keçən ilk komanda idi və bundan sonra da 32 ildən sonra yenidən vəsiqə qazandı. Oyuna gəldikcə yenə də mən öz fikrimdə qalıram, praqmatik futbol nümayiş etdirir Turan Tovuz. Mən düşündüm Karvan Yevlağa ən azı 200 top vurmağa qadirdir Turan Tovuz, amma bacarmadı. Bir neçə epizodlar oldu, vurmaq şansları yarandı, amma yalnız bir qolla kifayətləndilər ilk hissənin son dəqiqələrində. Ayxan Hüseynovun qolu ilə. Düzdür, orada mübahisəli epizod da var. İki futbolçu bir topun uğrunda mübarizə apardı. Topu qapıdan keçirmək istəyirdi. Amma sonunda Ayxan Hüseynov hesabı 1-0 etdi və elə qarşılaşmada bu hesabla başa çatdı. Bir daha təbrik edirəm Turan Tovuz adı keçəni, uğurlar arzulayıram Avrokuboklarda. Mən də Turan Tovuz adı kişilərinə 32 illik aradan sonra Avrokuboklara vəsiqə qazanması münasibətinə təbrik edirəm. Oyuna qaldıqda görüşün favoriti meydan sahibləri idi. Zaten qələbəsi gözlənilən idi. Bu qələbədən sonra Karvan Yevlaxın artıq liqanı tərk etməsi rəsmiləşdi. Bəli, o da var. Zaten ehtimal olunurdu belə olacaq. Böyük ölçüdə bəli. Böyük ölçüdə artıq hər şey aydın idi. Sonuncu pilləni tutacaqları. Belə də oldu. Düzdür, yenə sən qeyd etdin, böyük hesablı qələbə bəlkə bir çoxu 2-0, 3-0 ən azı gözləyirdi, amma minimal hesablı qələbə oldu. Ardıcıl ikinci oyunda Ayxan Hüseynov fərqləndi. Düzdür, ötən turda Qarabağ vurduğu qol kimi baxımlı qol deyildi. Bu da topu boş qapıya göndərdi. Amma ümumən götürsək, biz ötən turda zaten bu barədə danışmışdıq. Yerli futbolçulardan Emil Səfərov və Ayxan Hüseynovun çox kifayət qədər uğurlu mövsüm, hətta Xəyal Əliyevi də deyərdim, kifayət qədər yaxşı mövsüm keçirirlər. Həm də sevindirici haldır ki, hər üç futbolçu da, belə deyək də, Neftçidəki baş məşqçi də, legioner baş məşqçidir, Sabahda da həmçinin, amma buna rəğmən legioner baş məşqçinin rəhbərliyi altında yerli futbolçu uğurlu çıxış edir, futbolçular daha doğrusu. Eyni zamanda Turan Tovuzun da baş məşqçisi təbii ki, əcnəbidir, Qurban Berdiyev. Kifayət qədər yaxşı mövsüm keçirir. Oyuna qaldıqda məncə gözlənilən nəticədir. Turan zaten 1-0, 2-0 belə oyunları alır. Yəni böyük hesablı qələbə çoxu gözləsə də, əksər oyunlarda Turan Tovuz minimal hesablı qələbələr əldə edir. Təşəkkür edirəm fikirlərimə görə. Bir daha Turan Tovuza da keçən təbrik edirik.
Keçək turun son oyununa, daha sonra Ofaxanın ifasını səsləndirəcək, bizi izləyir və gözləyir mahnını. Neftçi Şamaxı oyunu haqqında nə demək olar? Neftçi Şamaxı oyununda mövsümün ən erkən qolu vuruldu. Emin Mahmudov qarşılaşma başlayıb 15 ya 13-cü saniyədə bu qolu vurdu və bir növ belə demək olarsa Neftçi oyuna 1-0 öndə başladı demək olar. Və bundan sonra artıq Şamaxının qapısından daha 2 top keçirdi. İkinci hissə başlayan kimi mən Şamaxını bəyənmədim açığı. Və bəllidir ki, Şamaxıda bəli, bir tərəfli futbol gördük və bundan da əlavə Şamaxı bir növ artıq təslim olub. Baş məşqçi də yenilənəcək, Ayxan Abbasov milli komandanı ayrılıb, milli komandaya köklənəcək və bundan sonra artıq böyük ölçüdə futbolçuların da əksəriyyəti qalmayacaq. Heyət də yenilənəcək böyük ölçüdə. Amma Neftçinin oyunu məndə çox xoş təəssürat bağışladı. Həqiqətən hazırda Zirəni 3 xalqa bağlayır və bu gedişlə böyük ölçüdə 4-cü yer tutub Avropa turnirlərinə qatıla bilər, konferans liqasından. İkinci isə başlayan kimi İmad Fərəc hesabı 2-0 etdi və bundan sonra artıq belə demək olarsa Zirənin, daha doğrusu Neftçinin qələbəsi qaçılmaz oldu və son qol isə 83-cü dəqiqədə Almeida vurdu və möhtəşəm qol vurdu. Həqiqətən də bu cərimə zərbəsindən çox möhtəşəm baxımlı qola imza atdı və bundan sonra artıq oyunun nəticəsi taleyi həll olundu. Belə, yəni Neftçi Azərkeşəni təbrik edirəm, sənə təbrik edirəm həqiqətən də, yəni və inşallah ki, Avrokuboklara vəsiqə qazansa böyük ölçüdə uğurlu nəticə əldə edə biləcək bu heyətlə, bu baş məşqçilə. Bəli. Bu komandalar arasında keçirilən ilk dövrədə və ikinci dövrədəki qarşılaşmaların hər ikisi heç-heçə yekunlaşmışdı. Xüsusilə ikinci dövrədəki qarşılaşma yəqin ki, uzun müddət yaddaşlara həkk olundu. Sonuncu dəqiqələrdə belə deyək, haqsız qərar oldu orada. Penalti verildi Şamaxı komandasının leyhinə. Görüş 2-2 hesabı ilə başı çatmışdı. Neftçi o görüş səfərdə oynayırdı. Bu oyuna qaldıqda görüşdən öncə də zaten biz favoritin Neftçi olduğunu qeyd etmişdik. Qarabağla da oyunda Neftçinin o qələbəsindən sonra yüksək axbaylıqda olduğunu gördük. Komanda çox yaxşı görünürdü. Zaten Şamaxının da heç bir iddiası olmayan, belə deyək, komandanı məğlub edəcəyi gözlənilən idi. Erkən qol kapitanın timsalında Emin Mahmudov fərqləndi. İkinci hissədə İmad Fərəc son oyunlarda o da tez-tez fərqlənir. Və üçüncü qol Bren Almeida'nın qolu da kifayət qədər baxımlı alındı. Biz Ramalingo'mu qeyd etmişdik. Sumqayıtın heyətində Araz Naxçıvana vurduğu qolu. Bu qolu da qeyd etməliyik. Biz adətən Emin Mahmudovun timsalında, kapitanın timsalında belə qolları adət etmişik. Amma bu da fərqlənən futbolçu, fərqli futbolçu idi. Bren Almeida idi. Bir tərəfli futbol gördük. Neftçi layiqli qələbə qazandı. 3-3 qolla qazandı. Bəli, 31-ci turun bütün oyunlarını müzakirə edib. Biz bir qədər mahnı fasiləsi və Ofaxanın ifasında futbol həyəcanı mahnısını yenidən izləyək, daha sonra qayıdacağıq. Yaşa doyanacağım. Futbol, futbol, sevgi, heyecan.
Bəli, biz davam edirik. Bu gözəl ifaya görə bir daha Ofa xanıma təşəkkür edirik. Həqiqətən də, yəni adamın ruhunu oxşayan bir mahnıdır. Həqiqətən insanı futbola həvəsləndirən bir mahnıdır. Təşəkkür edirik bir daha bu gözəl ifaya görə, bu gözəl mahnıya görə. Biz davam edirik. Bayaq da qeyd etdiyimiz kimi sabah artıq ölkə kubokunda final oyunu keçiriləcək və bu gün mətbuat konfransında keçirilib. İndi bu barədə mən yazılar, hətta hakimin də adı açıqlanıbdır. Final oyununun hakimi. Mən o barədə də məlumat verdim və final oyununun hakimi Elçin Məsiyevdir. Elçin Məsiyev verib, bəli, təcrübəli hakimimizdir. Sabah final qarşılaşması Neftçi Arenada keçiriləcək və Palmus Sport Arenada keçiriləcək. Yeni adı ilə belə demək olarsa. Bəli. Köməkçiləri Elçin Məsiyevin köməkçiləri Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyevdir. Ehtiyat köməkçisi xanımdır, Gülnurə Əkbərzadə. Var hakimi Tural Qurbanov, Avar Rəhim İmami, Rəhman İmami, həkim inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Anar Şıxəliyevdir. Daha dəqiq desək və bu məlumatda diqqətli çatırdıq. Ümumiyyətlə, Kubokun final oyunları hər zaman maraqlı olur. Bildiyim qədərilə biletlər də demək olar ki, tükənibdir və kifayət qədər bilet satılıbdır. Təbii ki, neytral azarkeşlər də gəlib final oyunu izləyəcəklər. Təbii final oyunundan öncə PFL xüsusi şou proqramı da təşkil edilir. Hər il olduğu kimi bu dəfə də maraqlı nələrsə gözlənilir. Açığı mən bu oyunu Gəncə şəhər stadionu keçirilməyini düşünürdüm, yəni təxmin edirdim, amma tam olaraq hazır olmadığını görə, bəli. Böyle ölçüdə gələn mövsüm bəlkə də sala bilərlər final oyununu. Keçən il Sumqayıt şəhər stadionunda keçirilmişdi və oyuna gələcəksə sabah zirə oyunu həqiqətən də maraqlıdır. Sabah artıq ikinci il ardıcıl olaraq finala vəsvə qazanıb. Ötən il Kuboku Qarabağın əlindən alındı və Neftçini bir növ Avrokuboksuz qoydu. Keçən ildə belə bir məsələ var idi, amma bu dəfə qələbə qazanacağı halda Neftçini Avrokuboklara apara bilər. 2 il ardıcıl Neftçini Avrokuboklardan məhrum edib sabah. Bu dəfə isə ya məhrum edəcək, məğlub olaraq məhrum edəcək, ya da qələbə qazanaraq Neftçini Avrokuboklara daşıyacaq. Həqiqətən də yəni çox maraqlı oyun gözləyir bizi. Zirə də artıq dördüncülüyü əldən verdiyinə görə böyükdə finala odaqlanacaq və Zirənin səhv etmirəmsə 3-cü ya 4-cü finalıdır. Səhv etmirəmsə onu dəqiqləşdirib mən bildirərəm. Amma ən azı 3 finalı mən xatırlayıram Zirənin və açığı finallar barədə nəsə demək çətindir. Yəni bir oyundur, hər şey ola bilər. Amma favorit olaraq sabah favoritdir böyük ölçüdə. Qızıl dubl etməyə çox yaxındır. Belə, yəni mən çox maraqlı oyun. Bol qollu da ola bilər. Yəni bir qolun oyunun taleyini həll edən də ola bilər. Yəni hər şey ola bilər bu oyunda. Ona görə də azarkeşləri istər televiziya qarşısında, istərsə də stadiondan izləməyə dəvət edirəm bu oyunu. Həqiqətən də mövsümün belə ən vacib oyunlarından biridir. Və nəzərə alsaq ki, çempionatın növbəti turunda Neftçi sabah oyunu var. Bu da maraqlı görülədir. Bəli, buyurun. Qısaca danışarıq. Sabah zirə oyunu az öncə sən bildirdin. Görüş təcrübəli hakimə həvalə olunacaqdır. Elçin Məsiyevə həvalə olundu bu qarşılaşma. Təbii təcrübəli bir hakimdir, çox yaxşı bir hakimdir. Ağır oyun olacaq. Baxmayaraq ki, sabah bir qədər üstün görünür, amma zirənin də belə deyək, Avrokubokları vəsiqə qazanmaq istəyirsə, ən azı bu finalda qələbə qazanmaq istəyəcək. Açıq favorit deməzdim sabahdır, çünki oyun ağır keçəcək mənə görə. Çox ağır. Turnirin zaten son qalibi, Kubokun son qalibi də sabahdır. Ötən mövsüm Qarabağ əlavə vaxtı 3-2 hesabı ilə məğlub etdilər. Ötən mövsümü də açıq sabah üçün az çox düzdür, Dambrauskas döyürdü o vaxt komandanın sükanı arxasında Berezutski. Sonra ayrıldı. Ailəsində o yaranan problemlərə görə ayrıldığı açıqlandı rəhbərlik tərəfindən. Sonra Dambrauskas gəldi. Sabah azarkeşləri üçün nə yaxşı ki deyirlər, Dambrauskas gəldi və biz ölkə çempionluğunu yaşadıq. Qısa zaman kəsiyində biz bilirik ki, Sabah gənc bir komandadır. 2017-ci ildə
təməli qoyulan bir komanda ötən mövsüm ölkə kubokuna sahib çıxdı. Bu mövsüm çempion oldu və kubokun finalındadır. Nisbətən üstün görürəm mən də Sabahı, amma açıq-aşkar deməzdim ki, favoritdir. Oyun ağır keçəcək mənə görə. Bir də Sabah barədə bir məlumatı da nəzərə çatdırmaq istəyirəm, Orxan. Artıq Sabah növbəti mövsümün hazırlıqlarına Avrokuboklarda biz bir-iki Çempionlar Liqasında ölkəmizi növbəti mövsümdə təmsil edəcək bu komanda. Komandanın iki aparıcı futbolçusu Timothy Puhaç. Biz bilirik ki, müqavilə ilə bu futbolçu Almaniyanın Bundesliga 2 təmsilçisi Holstein Kiel komandasına məxsusdur və onun transfer hüququna sahib çıxma haqqı məhz Sabahdadır və bu imkandan yararlanmaq istəyir komanda. Rəhbərlik çox razıdır bu futbolçudan. Həqiqətən çox gözəl mövsüm keçirir. Tək o yox, bir çox Sabahın futbolçusu Rahman Aliyev olsun, Xəyal Aliyev olsun, Jalen Smikes olsun və digərləri, Maluda olsun. Bir də komanda müdafiəçi Igor Nogueira ilə yeni müqavilə imzalamaq istəyir. Bildiyim qədər müqaviləsi bu mövsüm başa çatır və komanda onun oyundan razı qaldığından bu futbolçu ilə də böyük ehtimal yeni müqavilə imzalanacaq yaxın günlərdə. Təşəkkür edirəm bu məlumatlara görə və bir qədər də Neftçi Sabah oyunu barədə danışaq. Növbəti turun ən vacib oyunlarından biridir. İndi düzdür. Hələ öndə kubok finalı var. Təbii ki, Sabah üçün ən vacib olan budur. Amma Neftçi Sabah oyunda son illərdə, son mövsümlərdə çox böyük rəqabət kəsb edən oyunlardandır. Dediyim kimi 2 mövsümdür Sabah Neftçini məğlub edərək Avrokuboklardan məhrum edir və bu da var. Ona görə də düşünürəm ki, bu oyunda azarkeşlər üçün çox maraqlı olacaq və Neftçi oyunu da keçiriləcək, doğma meydanda qəbul edəcək Sabahı. Bu oyun haqqında fikirlərin nələrdir? Bu oyun barədə düzdür kubok matçı var. Bundan əvvəl Sabahda Zirə ağır qarşılaşma, amma ola bilər. Yəni rotasiyaya getsin Neftçi ilə oyunda zaten çempionluğu artıq təmin ediblər deyə. Amma böyük bir rotasiyanın olacağını düşünmürəm. Çünki Neftçi ilə sən də az öncə qeyd etdin son illərdəki rəqabət. Sadəcə turnir cədvəli açısından Neftçi üçün bu oyun daha vacibdir deyə mən məhz həmin görüşdə Neftçinin Sabahı məğlub edəcəm. İndi gəl nəzərə alaq ki, məsəl üçün kuboku Zirə götürsə, artıq bu oyunda əhəmiyyəti qalmayacaq. Böyük bir marağı qalmayacaq böyük ölçüdə. Yəni artıq Neftçi 4-cü yeri tutsa belə Avrokuboklara vəsiqə qazana bilməyəcək. Yəni ona görə bu oyunda maraqdan düşür bir qədər. Bu oyunun nəticəsindən çox şey asılıdır, razıyam, amma səndən aldı mənə elə gəlir ki, düzdür, o kubok matçında favorit yoxdur, sadəcə hər iki komanda əsas heyətlə çıxacaq. Mən düşünürəm ki, Sabah kuboka sahib çıxacaq, yenə də futboldur, hər şey mümkündür. Sabah Neftçi oyununa qaldıqda, düzdür, bu oyunun hesabından çox şey asılı olacaq, amma nəticəsindən bu görüşdə mən nədənsə Neftçini favorit görürəm, Sabahı məğlub edəcəklərini düşünürəm. Bəli. Təşəkkür edirəm bu fikirlərə görə. Keçək ölkə futbolu ilə bağlı bu qədər. Keçək artıq Avropa futbolundan da bir qədər danışaq. Çempionlar Liqasında artıq yarım final oyunları başa çatdı, cavab oyunları da başa çatdı və artıq finalçılar məlumdur. Finalçılar Arsenal və PSG, Paris Saint-Germain'dir. Qısaca fikirlərimi bildirəcəm hər iki oyun haqqında. Açığı mən Atletico Madridi daha yaxşı, şanslı görürdüm. Niyə görə? Çünki oyun başı oyunlarda çox maraqlı oyun nümayiş etdirirdi. Pragmatik futboldan artıq hücum futboluna keçmişlər. Ona görə düşünürdüm ki, Arsenalı məğlub edər. Təəssüf ki, Arsenal artıq pragmatik futbola keçibdi və nəticəyə oynayan bir komandaya çevrilib. Oyunun taleyini bir qol həll elədi və bu bir qolla da Arsenal, mən deyərdim, Atletico Madrid daha yaxşı çıxış etdi Arsenala görə, belə müqayisə edəndə, amma Arsenal növbəti mərhələyə vəsiqə qazandı. Gələk digər bir oyuna, Bavariya Paris Saint-Germain oyunu və bu oyunda düzdür, ilk oyunda daha baxımlı oyun nümayiş etdirmişlər komandalar. Nə oldusa 9 qol vurulmuşdu və mən bu oyunun açığı az qollu, bu qədər çox qollu olacağını gözləmirdim. Nə yalan deyim.
Amma Bavariyanın qələbəsini, bir topluq qələbəsini və oyunu uzatmaya gedə biləcəyini belə düşünürdüm. Amma yəni qarşılaşma elə PSG-nin qolu ilə başladı. Bir qədər ölkəmizdə də biraz şaşqınlıq oldu. Nə yayımlanma baxımından, CBC Sport texniki məsələlərə görə oyunu yayımlaya bilmədi. Bir çoxları buna sevindi. Niyə görə? Çünki ciddi iradlar da oldu. Bəli, ciddi iradlar da oldu. Çünki CBC Sportdan çox vaxt futbola baxmağı istəmirdilər. Nə bir şərhçilərin bir qədər çoxu deyir ki, səssiz qulaq asıram şərhlər, oyunlara. Yəni, amma TRT1-dən çox adam izlədi oyunları. Mən də elə TRT1-dən izlədim oyunu. Oyuna PSG daha yaxşı başladı, hesabı açdı və bundan sonra mən deyərdim oyunun üstünlüyünü belə deyək, ipini əlində saxlaya bildi PSG və yalnız sonlara yaxın hakimin səhv qərarları da. Bəli, hakimin səhv qərarları da oldu. Bəli, 2 epizodda PSG-nin qapısına penalti təyin olunmalı idi və bunu təyin etmədi. Düzdür, yəni indi futbolda müəyyən qaydalar var. Topun yaxın məsafədən ələ dəyməsi və yaxud da əlin təbii və qeyri-təbii vəziyyətdə olması, yəni bu cür nüanslar var. Amma mən düşünürəm ki, həmin 2 epizodda %100 də olmasa 99% penalti idi. Penalti. Çox hakimlər o epizodda penalti təyin edərdilər, amma bu hakim təəssüf ki, Polşalı hakimi də səhv etməzsə və səhvini də boynuna aldı oyundan sonra, amma bu artıq heç nəyi həll eləmir və oyunun ən yaxşı futbolçusu, ən çox xal toplayan futbolçu Manuel Neuer oldu. Həqiqətən də yəni özünü çox yaxşı tərəfdən göstərdi bu qapıcı. Və PSG növbəti mərhələ vəsvə qazandı. Artıq 2-ci il ardıcıl olaraq finala vəsvə qazandı və bu da düzdür, ərəb şeyxlərinin komandasıdır və mən heç də bəyənmirəm PSG-ni. Yəni mən əminəm ki, PSG ərəb şeyxləri PSG-nin əlini çəkəndə həmin PSG-ni biz görməyəcəyik təbii ki. Və ona görə də düşünürəm ki, bu müvəqqəti bir şeydir. Amma Bavariyanın finala çıxmağını hakim qarşısına aldı demək olar. İlk öncə Arsenal Atletico Madrid qarşılaşması, mən zaten müzakirəmizdə bildirmişdim ki, 90 dəqiqə ərzində Arsenal məsələni həll edəcək, belə də oldu. Zaten minimal hesablı qələbə qazanacağını da qeyd etmişdim. Ümumi oyun açığı qol epizodları baxımından çox kasad oldu, demək olar. 3-4 qol imkanı oldu, amma çox sürətli tempdə keçdi həmin qarşılaşma. Minimal hesablı qələbə gözlənilən idi mənim üçün. Keçək digər oyuna. Bu oyun barədə danışarkən qeyd etmişdim ki, 1-1, 2-1 hesabını gözləyirəm. Çox istəyirdim Bavariya növbəti mərhələ, daha doğrusu finalı yüksəlsin. Çünki mövsüm boyu götürsək, Bavariya məncə Çempionlar Liqasında ən gözə baxımlı futbol sərgiləyən kollektiv idi. Erkən açıldı hesab, Bavariya müdafiədə boşluğa yol verdi və Kviçi Kvaratskhelia, mən deyərdim, tək bu oyunu müqəddəratını yox, bir çoxlarını da qeyd etdiyi kimi, ötən oyundan, ikindən da əlavə, Chelsea ilə oyunda da baş memar o idi məncə, komandanın Chelsea-ni keçməsində əsas pay sahibi Kviçi idi, məhz Gürcüstanlı futbolçu. Liverpool ilə qarşılaşmada da həmçinin, eyni zamanda yarım final qarşılaşmasında da, baxmayaraq ki, qolu Dembele vurdu, amma məhz Kviçanın sol cinahdan reydindən sonra fərqlənə bildi Dembele. Dembele ümumiyyətlə ötən mövsümdə belə idi həqiqətən performansını deyirəm, yəni mövsüm boyu, mövsümün əvvəlində sanki o qədər məhsuldar deyildi. Çempionlar Liqasında da, həmçinin Liqa 1-də də, amma son turlara yaxın daha vacib oyunlarda Dembele öz ağırlığını qoydu həqiqətən. Keçək Bavariyanın epizodlarına. Sənin də qeyd etdiyin kimi o 2 penalti epizodu, o Vitinyanın topu uzaqlaşdırmaq istəyərkən komanda yoldaşı Ruben Neves'e top değdi. Bu yaxınlarda bir neçə tur öncə, daha doğrusu Portuqaliya çempionatında da, Nasıl Ligada da belə xalla rastlaşmışdıq. Porto'nun oyununda da eyni hal olmuşdu və komanda Porto'nun lehinə penalti vermişdi. Eyni epizod idi demək olar ki, orada da Porto'nun müdafiəçisi topu uzaqlaşdırmaq istəyir və komanda yoldaşına top dəyir əlinə. Əli açıq vəziyyətdə idi təbii ki orada da. Burada isə hakim penaltini təyin etmədi. Ümumi götürsək düzdür, bu səhvlər oldu, amma sənin də qeyd etdiyin kimi o qoldan sonra
PSG sanki o hiss edirdi ki, mərhələni keçəcək. Komandanın böyük təcrübəsi var son illərdə. Baxmayaraq Real Madrid qədər çempionat üçün qazanmayıb, nə bilim, Juventus qədər çempionat üçün də final çox oynamayıb. Ardıcıl ikinci dəfə də finala çıxır. İlkində beləcə titula sahib çıxdılar. Arsenal'la görüşə də qaldıqda mənə çox maraqlıdır. Arsenal Arteta hansı futbolu ortaya qoyacaq? Pragmatik futbol yoxsa açıq futbol? PSG-nin qarşısına hücum futbolu mu sərgiləyəcək komanda və yaxud pragmatik futbola mı üstünlük verəcək? Mənə görə pragmatik futbola üstünlük versə daha yaxşı olar. Çünki PSG ilə açıq oynasa məncə çox böyük hesab görə bilərik. Interdəki oyun qədər olmasa da ən az 3 top fərqli PSG-nin qələbəsini 3-4 top vura bilər mənə görə Arsenala. Düzdür, Arsenalın müdafiəsi yaxşıdır, qapıçısı da kifayət qədər yaxşı qapıçıdır, amma PSG-nin gənc hücumçuları, gənc yarımdaqçıları, çox sürətli futbolçuları var. Vitinha kimi top səviyyədə oyun qurucusu var. Yəni istənilən halda hücum futbolu oynayır, pragmatik futbol oynasa belə hesab proqnozu düzdür, mən verməyi çox da xoşlamıram oyunları. Sanki mənə elə gəlir ki, PSG həmin görüşü 3-1 hesabı ilə məğlub edəcək Arsenalı və Arteta oyun fəlsəfəsindən geri çəkilməyəcək. Məncə yenə pragmatik futbolu üstünlük verəcək. Çünki rəqibin PSG olduğunu mənə elə gəlir ki, gözəl fərqindədir. Bu Atletico Madrid deyil, yəni Atletico Madridin oynadığı futbolla öz silahı ilə vurdu Atletico Madrid. Öz silahı ilə vurdu, əsla. PSG ilə elə bir futbol oynamaq mənə görə ağılsızlıq olar. Mənim favoritim, yəni açıq-aşkar əminlik var içimdə ki, PSG ardıcıl ikinci dəfə çempionat üçün qalib olacaq. Zaten demişdim mən ki, Bavariya PSG cütündən hansı komanda mərhələni adlasa çempion olacaq. Çünki nə Arsenal, nə Atletico bu iki komanda ilə eyni səviyyədə komandalar deyil, mənə görə, oynadığı oyuna görə. Bəli, təşəkkür edirəm fikirlərinə görə. Qeyd edim ki, həmin final qarşılaşması mayın 30-da keçiriləcək. Keçək ölkə çempionatlarına. Artıq Türkiyə çempionatında çempion bəlli oldu. Son turda Antalya Sporu 4-2 hesab ilə məğlub edən Qalatasaray növbəti çempionluğunu çempionluğunu rəsmiləşdirdi və ardıcıl 4-cü çempionluq Okan Buruk nə qədər də biz bəyənməsəydi Okan Buruk, amma adam yəni nəticə verir, nəticə qazanır. Bəli, ölkə çempionatında. Amma bu mövsüm klub tərəfindən belə demək olsa, Avrokuboklarda da qənaətbəxş hesab eləmək olar. İlk 16-lığa düşməyi Qalatasarayın özü böyük bir uğur kimi son illərə götürəndə böyük uğur kimi qələmə vermək olar və növbəti mövsümdə artıq Icardi'nin gələcəyini deyirlər. Dəqiqləşib, amma bir mənbələr də deyir ki, məsələn, bir üstəgəl bir əlavə müqavilə təklif etmək istəyir və həftə sonu da nümayəndəsi gələcək İstanbula və danışıqlara başlayacaqlar. İndi hansı nəticə olacaq, növbəti buraxılışlarda məlumat verərik. Oyuna gələcəksə mən canlı olaraq Qalatasaray Antalya Spor oyunu izlədim, amma öldüm dirildim də belə demək olar Qalatasaray azarkeşləri və mənə də hamı bilənlər bilir ki, Qalatasaray azarkeşiyəm. Yəni mən bunu gizlətmirəm. Yəni burada gizlətməli heç nə yoxdur, amma nəticələrə baxanda, ümumiyyətlə oyuna baxanda bu mövsümkü Qalatasarayı mən bəyənmirəm. Bir Qalatasaray azarkeşi olaraq bu mövsümkü Qalatasarayı mən heç cür oyun olaraq bəyənmirəm. Yəni adam komanda sırf Osimhenlə asılıdır. Yəni belə bir komandanı mən heç vaxt bəyənməmişəm. Yəni heç bir komanda bir futbolçudan asılı olmamalıdır, amma çətin də olsa 4-2 hesabı ilə son dəqiqələrdə vurulan qollar sayəsində qələbə qazandı. Əsas da mən Antalya Sporun hücum oyuncusu Soner Dikməzin cərimə zərbəsindən vurduğu qolu qeyd eləyərdim. Həqiqətən də yəni çox möhtəşəm qola imza atdı. Amma buna baxmayaraq Osimhenin ustalığı sayəsində Qalatasaray 4-2 hesabı ilə qələbə qazandı. Digər oyunlar gələcəksə Fenerbahçe artıq heç bir nəticə kəsb eləməyən eyni vaxtda başlamışdı oyunlar və Konyasporu məğlub etdilər. Konyaspor da kubokda Beşiktaşı son dəqiqələrdə məğlub edərək finala vəsqə qazandı və finalda Trabzonsporla qarşılaşacaq və o da oyunda maraqlıdır və Trabzondan söz düşmüşkən Beşiktaş-Trabzon oyunu 2-1 hesabı ilə Trabzon Qaradəniz Fırtınası məğlub etdi. Bu mövsüm Beşiktaş
doğma meydanında heç bir derbini qələbə qazana bilməyib. Bu mənfi statistikası var Beşiktaşın və Trabzonsporda məğlub oldular. Düz oyunun qolları izlədim, amma ümumi olaraq götürəndə Trabzon daha yaxşı oyun nümayiş etdirdi. Ümumiyyətlə yeni mövsümdə yəqin ki biz tam fərqli Beşiktaş izləyəcəyik, tam fərqli Trabzon izləyəcəyik. Belə Türkiyə futbolu barədə bu barədə sən də fikirlər bildir. Daha sonra növbəti çempionatlar barədə danışarıq. İlk öncə səni Orxan təbrik edirəm. Qalatasarayın ardıcıl 4-cü çempionluğu ümumilikdə artıq adiləşibdir. 26-cı zəfəridir. Bəli. Biz oyundan öncə müzakirə edərkən, Türkiyə çempionatını müzakirə edərkən mən bildirmişdim ki, Qalatasarayın Antalyaspora rəhmi gəlməyəcək və çempionluğu rəsmiləşdirəcək. Amma bu qədər çətin olacağını gözləmirdim. Belə çətin olacağını açığı gözləmirdim. Mən iki qarşılaşmanı izləyirdim. Normalda mən bir oyunu izləyirəm. Sadəcə Beşiktaş Trabzonspor oyunu da maraqla gözlənildiyindən hər iki qarşılaşmaya nəzər yetirirdim. Eyni anda o oyuna da gələcəm. İlk öncə Qalatasarayın çempionluğu, 4-2 qələbəsi. Layiqli qələbə qazandılar. Çətin oyun oldu. Sonerin baxımlı cərimə zərbəsindən baxımlı qolunu qeyd etdin sən və Osimhendən böyük ölçüdə komandanın asılı olmasına əslində hər bir komanda üçün bu ziyandır. Yəni Osimhen böyük ehtimal komandadan ayrılacaq deyilənə görə, yəni bir çox Avropanın top klubu, Bavariya, Real Madrid, Chelsea kimi komandalar bu futbolçunu təqib edirlər, belə deyək, izləyirlər. Bir şey də qeyd edim, Okan Buruk Fatih Terimin baş məşqçiliyi altında futbol da oynayıb təbii ki. Ardıcıl 4 il komandanı çempion eləyən ikinci məşqçi kimi Qalatasarayın tarixinə düşdü. İlk dəfə bu uğuru Fatih Terim 1996-cı 2000-ci illər aralığında nail olmuşdu. Fatih Terimin UEFA kuboku da var da. Yəni mən Türkiyə Süper Liqasını nəzərə alım. Təbii ki, onu heç birimiz unutmuruq. Avropa Liqası, o vaxt UEFA adlanan zəfəri vardı Qalatasarayın finalda. 0-0 baş çatan finalda 4-1 hesablı qələbəsi penalti seriyasında. Layiqli qələbə qazandı Qalatasaray, çətin də olsa. Icardi'yə qaldıqda mənə görə, sən qeyd etdin, bəzi mənbələr Icardi'nin qalacağını bildirirlər, amma Türkiyə mənbələri, belə deyək də, daha real məlumatları paylaşan, daha dəqiq məlumatları paylaşan nəşrlər biz bilirik ki, qəzetlər Türkiyədə fanatik və fotomaçdır və hər iki qəzetdə məlumat yayılmışdı ki, nəşrlərdə qeyd olunmuşdu ki, Icardi ilə mövsüm sonu böyük ehtimal yollar ayrılacaq. Mənə görə də belədir. Çünki zaten Okan Buruk onu oynatmır. Məşqçi dəyişikliyi gözlənilmir Qalatasarayda. Bunu da nəzərə alsaq, Qalatasarayın Okan Buruk'u komandada saxlayacağı mənə inandırıcı gəlmir şəxsən. Bir də mövsüm sonunda bəzi futbolçuların komandadan ayrılacağı, Icardi'ni dedik, digər oyuncular Lang'ın, Sasha Boye'nin transfer hüququna sahib çıxmayacağı qeyd olunur. Açığı Lang zədəyə qədər çox baxımlı futbol sərgiləyir. Bu dəfə də, məsələn, bu oyunda da mən oyuna daxil olanda oyunun taleyini həll edən oyunculardan biri oldu. Oyunun müqəddəratını həll edən futbolçulardan oldu Orxan, doğru qeyd etdin. Uzaq məsafədən zərbəsi də var idi, qapıcı zərərləşdirdi. Açığı Langla məncə yola davam etmək olardı və Sasha Boye'yə də qaldıqda. Sasha Boye Bavariya getməzdən öncə mövqeyinin ən yaxşı solcunaq müdafiəçisi, mövqeyinin ən yaxşılarından idi, həmin solcunaq müdafiəçisi. Sadəcə mənə görə komanda, yanlış komanda seçimi olduğunda, bəlkə də İtaliya klublarına, nə bilim Juventus'a, Inter'ə, Roma'ya, İtalyan top klublarına getsəydi daha çox oyun praktikası alardı. Düzdür, Bavariya gələrkən zədəsi də oldu. Bunu da nəzərə alsa və Bavariyadakı rəqabətin Qalatasarayla eyni deyil. Həqiqətən Bavariyada əsas heyətə düşmək daha müşkül, daha çətin məsələdir. Bunları da bilirik. Keçək Fənərbağçaya. Fənərbağçada prezident seçkiləri gözlənilir. Aziz Yıldırımın namizədliyini verir və iki əsas namizəddir. Onun seçiləcəyi halda deyilənə görə, son məlumatlara görə, Türkiyə mediasında yayılan son məlumatlara görə Jorge Jesus'un gətirmək istədiyi qeyd olunur. Açıq Jorge Jesus'un Jose Mourinho ilə birgə Mourinho barədə də danışarıq. Real Madrid İspanya La Ligası haqqında danışanda Mourinho barədə də fikir bildirərəm. Jose Mourinho'nun da Portuqaliya millisinin mümkün namizədləri idi baş məşqçiliyə. Biz bilirik Martinez'dən yollar ayrılacaq dünya çempionatından sonra böyük ehtimal.
Daha çox Jorge Jesus favorit göstərilir Portuqaliya millisində. Həm də Jorge Jesus-dan üzr istəyirəm. Jorge Jesus futbolçu da var, Napolidə oynayır, o yüzden səhv saldım. Jorge Jesus-un yenidən Fenerbahçeyə qayıtma istəyəcəyini mən açıq inanmıram. Düzdür, rəhbər yeni gəlir, Əziz Fikirlər fərqli ola bilər, bəli. Fikirləri fərqli, onu inandıra biləcəkmi yeni plana, yeni görüləcək işlərə yoxsa yox. Amma mən düşünmürəm, çünki Fenerbahçedən ayrılarkən zaten nəticə verib ayrıldı bu məşqçi. Heç də Yaxşı məşqçi idi. yaxşı ayrılmadı komandanın. Kifayət qədər mən bəyəndiyim baş məşqçidir. Qalacaq, qalmayacaq açığı bilmirəm. Bir də Fenerbahçe barədə bir şeydə, bir faktı nəzərə çatdırmaq istəyirəm. Yəqin ki, sən də bunu bilirsən. Fenerbahçe ardıcıl 5 ildir ikinci yeri tutur. Son turda heç nə dəyişməyəcək, yenə ikinci olacaq. Bəli. Fenerbahçe azı kişiləri təəssüflənir. Düzdür, amma Galatasaray yazır. Bu arada Fenerbahçe'nin qadın futbolçularından ibarət futbolçuları, qadınlar demək futbolçuları çempion oldu. Bu təsəlli ola bilər bəli Fenerbahçe'dəki kişilər üçün. Bilmirəm bunu nə dərəcədə qeyd edəcəklər, etməyəcəklər, amma yəni futboldur. Bir də Beşiktaşın oyununu unuttum. Buyur. Mən Beşiktaşın oyununu da izlədim. Trabzonsporun oyunu çox olduqca maraqlı bir oyunuydu. Top demək olar ki, mərkəzdə dayanmırdı. Gah Beşiktaş hücum edirdi. Çerno oyun kifayət qədər yaxşı təsir bağışladı. Koreyalı futbolçu Trabzonsporda kifayət qədər. Özdə bildiyim qədər Trabzonspor əsas oyunçuların çoxunu oynatmırdı. Onu açıq zad yox idi. Onu açıq yox idi, amma Trabzonsporun ikinci qolu Beşiktaşın icara əsasında Trabzonsporda oynayan Ernest Muçi vurdu və komandasına vacib işğal gətirdi. Mənim bildiyimə görə bu futbolçunun transfer hüququna sahib çıxa bilməyib. Yəni Beşiktaş qadağanı qoymuşdu deyə Trabzonspor məbləğ ödəyib keçməyəcək bu futbolçu. Ancaq belə hallar bəzən elə olub ki, futbolçu özü istəyib həmin komandaya getməyə və gedib də biz bilirik ki, bax Antonin transferi də elə olmuşdu. Betisdə icarədə oynayarkən kifayət qədər uğurlu mövsüm keçirdi və transfer hüququna sahib çıxa bilmirdi. Betis məbləğ yüksək olduğundan daha bir il icarəyə götürdülər. Futbolçunu istəyi burada çünki rol oynadı. Mənə maraqlıdır Ernest Muçi Beşiktaşa getsə Trabzonspordakı çıxışını davam etdirə biləcəkmi komandada yoxsa yox. Bir də mən komandanın baş məşqçisi barədə bəyənmədiyim futbolçu kimi hər nə qədər bəyənsəm də Sergen Yalçın məşqçi kimi heç bəyənmirəm bu çalışdırıcını. Oyundan sonra rəhbərliyin belə deyib Bostanlar daş atdı bu baş məşqçi. Bildirdi ki, hələ də Beşiktaş rəhbərliyi bundan öncə Beşiktaşı çalışdıran 3 baş məşqçinin təzminatını ödəməyib. Ən son Portuqaliyalı bizim millinin də çalışdırıcısı Fernando Santos'un məhz həmin gün güya təzminatı ödənildi. Bax, ola bilərsən komandadan gedirsən, gedəcəksən, yanıqlısan komandadan, rəhbərlikdən inciklisən bəlkə, yəni belə deyək. O yüzden belə açıqlama verirsən, amma istənilən halda mənə görə peşəkar yanaşma deyil. Zaten mən bu məşqçinin yanaşmalarını bir ekspert kimi, bundan öncə baş məşqçi olmayanda da ekspert kimi fikirlərini bildirirdi Türkiyənin müxtəlif telekanallarında. Uzun illər bundan öncə Azərbaycanı millisini, yəni rahatlıqla Türkiyənin məğlub edəcəyini bildirmişdi. İkinci heyətlə hətta. Amma nəticə nə oldu? 1-0 hesabı ilə bizim milli qələbə qazandı. Kenan Yıldız barədə fikrini də qəti şəkildə bəyənməmişdim. Bu futbolçu top səviyyədə oyuncu deyil deyən Sergen Yalçın özü heç vaxt düzdür, Galatasaray, Beşiktaş Türkiyənin top klublarıdır, amma özü heç bir Avropanın top klubunda belə deyək, kənar, Türkiyə çempionatından kənar heç bir top klubunda çıxış etməyib Sergen Yalçın. Kenan Yıldız isə gənc yaşlarında Juventus kimi komandanın 10 nömrəsidir, bunu da nəzərə almaq lazım. Təşəkkür edirəm fikirlərə görə. Türkiyə çempionatı barədə bu qədər. Keçək İspaniya çempionatına. İspaniya çempionatında ötən tur El Clasico ilə yadda qaldı. Amma mən son illərin ən maraqsız El Clasico'sunu izlədim demək olar. Çünki Real o qədər də güclü deyildi. Real'dakı şey inciməsin məndən həqiqətən də bu iki Real Madriddə problemlər çoxdur. Mbappé gələndən sonra komandada bir növ qruplaşma oldu, bəli. Vinicius'la yola getmirlər, ya Vinicius qalmalı, ya mən qalmalı, yəni belə söhbətlər var. İndi bu nə də düzgün deyil, dəqiq xəbərlərdir, amma oxuyuruq belə xəbərləri. Oyuna gəldiksə oyunu başlayan kimi Rashford'un möhtəşəm qolu,
mənə Beckham'ın qolunu xatırlatdı. Yəqin ki, sən də Manchester'ın heyətində cərimə zərbəsindən həmin qola bənzər bir neçə qolları olubdu David Beckham'ın və keçmiş günləri xatırlatdı. Çox qəşəng qol idi və daha sonra 18-ci dəqiqədə isə Ferran Torres hesabı 2-0 etdi. Bundan sonra bəlkə də bir çoxları düşünür ki, Barcelona böyük etaplı qələbə qazanacaq, amma Barcelona rəqibinə hörmət elədi. Real Madrid yaxşı mənada hörmət elədi və daha çox qol vurmadı və düşünürəm ki, artıq və bu da El Clasico tarixində ilk oldu ki, El Clasico'da qələbə qazanıb çempionluğu təmin etdi. Barcelona bu El Clasico tarixində bir ilk idi. Bunu da yaşadı Barcelona. Ümumiyyətlə Barcelona bu turda olmasaydı, gələn tur rahat olaraq çempion olacaqdı böyük ölçüdə. Çünki bu Real Madrid Barcelona'ya müqavimət göstərəcək gücdə deyildi həqiqətən də. Barcelona Real Madrid görüşü. Düzdür, oyundan öncə bu oyun barədə danışarkən Yamal'ın olmayacağı zaten belli idi artıq. Hər iki komandada itkilər var idi, böyük itkilər var idi. İtkilər çox idi. Barça'da Lewandowski və Rafinha ehtiyatda qalmışdı. Realda olmamağı. Real Madriddə itkilər daha çox idi. Üstəlik Tchouaméni Valverde ilə məşqdə dava salmışdı. Problemlər çox idi. Mbappe, Vinicius sən qeyd etdin. Komandada vəziyyət o qədər də ürək açan deyil, yaxşı deyil həqiqətən. El Clasico qalanda o qədər də baxımlı oyun olmadı həqiqətən. Əvvəlki El Clasico'larla müqayisə etsə, Rashford'un qolunu qeyd etdin, çox gözəl bir qol imza atdı həqiqətən. Cərimə zərbəsindən Rashford çox nadir hallarda fərqlənir. Amma mən elə gəlir ki, böyük ehtimal düzdür, Rashford biz bilirik ki, icarə əsasında məhz Barça'da çıxış edir. Amma kifayət qədər yaxşı mövsüm keçirdiyi üçün məncə Barça Manchester United'dan transfer hüququna sahib çıxacaq bu futbolçunun. İkinci qol Ferran Torres vurdu. Bu qoldan sonra qapılara başqa qol vurulmadı. Çox da baxımlı bir oyun da izləmədik. Bir də sən qeyd etdin Barça'nın El Clasico'da ilk çempionu, amma bu hal ikincidir. Sadəcə Barça'nın ilki idi. 1932-ci ildə məhz El Clasico'da çempion müəyyənləşmişdi. O zaman Real Madrid dolma meydanında Barcelona ilə 2-2 hesabı ilə bərabərə qalmışdı və bu oyundan sonra bir neçə tur qalmışdı çempionata. Məhz bu oyunun hesabı ilə bir xal nəticəsində, əldə edilən bir xal nəticəsində Real Madrid çempionluğu rəsmiləşdirilmişdi. Yəni qələbə qazanıb çempion olmağı nəzərdə tutulub. Qələbə qazanıb çempion oldu Barcelona. Barça üçün bu ilk idi həqiqətən. Heç-heçə də bəs eləyirdi bu arada Barcelona'ya, amma qələbə qazandı. Heç-heçə də olsaydı, yəni növbəti turda sənin də qeyd etdiyin kimi Barça onsuz da çempionluğu çempion olacaqdı böyük ehtimal. Çünki ümumi mövsümü götürsək, Barça Real Madriddən birbaşa üstündür həqiqətən. Biz bunu yəni təkcə El Clasico maçlarında yox, ümumi mövsüm boyu komandaların nəticələrində də görürük ki, hal-hazırda Barça daha güclüdür və çempion olmağa da daha layiq komanda Barcelona idi. Bəli. Və bir şey də qeyd edim, tarixində 29-cu çempionluq oldu. Bəli. 29-cu çempionluğudur. Keçək İngiltərə çempionatına, hələ ki çempionun bəlli olmadığı yeganə çempionatdır. Demək olar ki, top 5 liqalarında və düşünürəm ki, ən maraqlı çempionat elə İngiltərə çempionatıdır. İki oyun haqqında, düzdür, maraqlı oyun Liverpool-Chelsea oyununda var idi. Bir hesabı ilə başa çatdı. Yəni, uzun da danışmağa ehtiyac yoxdur. Hər iki komanda mövsümü artıq başa vurublar demək olar. Və Liverpoolun şansları var. Bəli, 4-cü yer qazanmaq üçün şansları var, amma Chelsea üçün mövsüm artıq başı çatıbdır. Yeni mövsümdə baş məşqçi kim olacaq, o da bəlli deyil hələ ki. İki oyun haqqında əsas danışaq. Manchester City Brentford oyunu. Manchester City rəqibini darmadağın elədi 3-0 hesabı ilə. Böyük ölçüdə gözlənilirdi qələbəsi və onu da qazandı. London derbisində isə Arsenal çətinliklə də olsa son dəqiqələrdə 83-cü dəqiqədə Trossardın qolu ilə 1-0 hesabı ilə məğlub etdilər. Necə ki, Çempionlar Liqasında qeyd elədim, Atletico Madrid praqmatik futbolla düzdür, hücumlar eləyir, çalışır qoymaq, amma çox belə, yəni maraqlı hücumlar təşkil edə bilmir. Bilmirəm niyə görə, yəni nədən qaynaqlanır bu, amma Arsenalın son dövrlərdəki oyunu məni qane eləmir nədənsə. Bilmirəm, sən böyük ölçüdə, yəni Arsenalın çempion olacağını deyirsən, yəni azarkeşi olmasan da, yəni düşünürsən ki, Arsenal çempion olacaq, amma bu oyundan nə bilim, çempion olmaq, əvvəlki Arsenal daha baxımlı oyun var.
yaxşı oyun nümayiş etdirirdi və düşünürəm ki, daha yaxşı oyun nümayiş etdirsə daha baxımlı oyun izləyə bilər Azərkeşlər. İlk öncə turun mərkəzi oyunu barədə qısaca fikir bildirim. Liverpool-Chelsea qarşılaşması Liverpool üçün daha böyük önəm kəsb edirdi. Çünki komanda çempion arasında düşmə uğrunda mübarizə aparır. Chelsea üçün isə böyük ölçüdə artıq mövsüm bitib, çox uğursuz bir mövsüm keçirdi. Komanda istər ölkə çempionatında, istərsə də Çempionlar Liqasında. Hesabı Liverpool açdı. Gravenberch uzun məsafədən baxımlı qola imza atdı. Amma ilk hissədə ərazi üstünlüyü Chelsea idi. Daha xoş təsir bağışlayan tərəf Chelsea idi. Liverpoolun ikinci hissədəki qapı dirəyindən və qapı tirindən dönən zərbələri oldu. Ümumi götürsək, oyuna haqqı məncə həm epizodları nəzərə alsaq, həm düzü epizodlar baxımından Liverpoolda üstünlük var idi, amma ərazi üstünlüyü baxımından Chelsea daha yaxşı idi. Bunları nəzərə alsa, məncə oyunun haqqı zaten bərabərlik idi. Belə də nəticələndi oyun 1-1. City'nin Brentford'u məğlub edəcəyi gözlənilən idi. Doku ardıcıl ikinci oyunda da fərqləndi. Everton'dan 3-3 hesabı ilə baş çatan oyunda dubl etmişdi. Bir gol Haaland'da gəlmişdi. Bu görüşdə də hər ikisi fərqləndi. Həm Haaland gol vurdu, yanlış hatırlamıramsa, həm də Doku gol vura bildi. Üçüncü golu yanlış hatırlamıramsa Omar Marmuş vurdu sona yaxın. Komandanın mövsüm Eintracht'dan transferi, Misirli futbolçu. Keçək Arsenal'ın oyuna, London derbisi. Bu görüşdə mən də Arsenal'ı bəyənmədim. Bir çox oyunda Arsenal zaten nəticəyə söykənən futbol sərgiləyir. Biz ötən müzakirəmizdə də mən qeyd etmişdim ki, mövsümün əvvəlindəki Arsenal'la hal-hazırki Arsenal'ı müqayisə etmək olmur. Çünki Arsenal daha... Bəlkə burada yorğunluq da öz sözünü deyə bilər. Yox, məncə yorğunluq deyil. Komanda ideal formada deyil mövsümün sonuna yaxın mənə görə. Trossard'ın qolunu qeyd etdim. Leandro Trossard'ın 83-cü dəqiqədə qolu. Oyunun əlavə olunmuş dəqiqələrində West Ham fərqlənmişdi. Hətta qol qeydə alınmışdı. Sonra VAR-a müraciət olundu. Məhz hakim VAR-da qapçıya qarşı qayda pozuntusu var idi. Qapçıya qarşı qayda pozuntusu var idi. Qapçıya qarşı qayda pozuntusunu bildirdi. Epizoda da baxanda həqiqətən Raya qarşı qayda pozuntusunun olduğunu biz gördük. Çətin qələbə idi, önəmli qələbədir, amma ümumi götürsək sən doğru qeyd etdin. Arsenal ideal formada deyil. Belə bir oyunla PSG-nin qarşısına çıxacaq komanda, yəni belə bir oyunla Arsenalın nəticə əldə edəcəyini final qarşılaşmasında, yəni müsbət nəticə əldə edəcəyini sanırım. Belə. Son olaraq biz İtaliya çempionatı barədə qısaca fikirlərimizi bildirək. Bununla da artıq efirimizi yekunlaşdıraq. İtaliya çempionatında yeganə diqqət çəkən məqam Como'nun Avrokuboklara vəsvə qazanması oldu. Yəni yəqin ki, sən də İtaliya futbolunun azarkeşi olaraq, bəli, ən pis halda konferans liqası, sonra 2 tur qalmış Romanı qabaqlayıb Avropa liqasına vəsvə qazana bilər. Təbii ki, bu nəticələrdən asılıdır. Düzdür, mən açığı nə yalan deyim, İtaliya çempionatında heç bir oyun izləmədim, yəni yalandan burada durub nəsə danışmama da ehtiyac yoxdur. Sadəcə o nəticələr barədə məlumat verim. Favoritlər qələbə qazanıbdı, ona demək olar. Lazio, Inter oyunu. Bir tək Milan məğlub oldu. Bir tək, bəli, Milan məğlub oldu. Və Napoli də oradan. Napolidə məğlub oldu. Və bunlar artıq İtaliya çempionatının klassikləşmiş nəticələridir. Nəticələr məlum olandan sonra artıq bir qədər komandalar biraz arxayınlaşdılar, rahatlaşdı və rəqibə xal verirlər, belə demək olarsa. Satmaq deməyək, xal vermək deyək buna. Və Juventus'un qələbəsi, yəqin Juventus'un oyunu izlədin. Buyur, sən daha geniş danış İtaliya çempionatı barədə, daha sonra... Inter zaten çempionluğu ötən tur rəsmiləşdirilmişdi. Parma ilə oyunda 2-0 hesablı qələbədən sonra bu turda Lazio ilə səfər maçına yollanmışdı. Paytaxtdan 3 xalla ayrıldı, 3 xalı 3 golla əldə etdi. 3-0 hesablı qələbə qazandılar. Gözlənilən nəticə idi. Bir neçə günün sonra daha doğrusu Inter yenidən Lazio ilə bu dəfə ölkə kubokunun finalında bizə gələcəklər. Bunu da qeyd edim. Keçək digər komandaların oyununa. Como'nu qeyd etdin. Minimal hesablı qələbə qazandı Verona ilə səfər qarşılaşmasında və ən pis halda konferans liqasında vəsiqəni təmin etdiyindən. Bu da kifayət qədər uğurlu nəticə saymaq olar. Gənc məşqçi, gənc komanda ilə Cesc Fabregas'ın bu nəticəsini. Juventus da minimal hesablı qələbə qazandı və 12-ci saniyədə İtaliya seriyasına ən erkən
qollarından birini imza atdı. Dušan Vlahović ötən tur cərimə zərbəsindən fərqlənib komandasına bir xal qazandırmışdı. Bu görüşdə isə 12-ci saniyədə fərqləndi. Oyun Juventusun diktəsi ilə keçdi. Ərazi üstünlüyü şəraitində keçdi. 2 qeydə alınmayan qolu da var idi Juventusun. Keçək Romaya. Roma Parma ilə oynayırdı və 86-cı dəqiqəyə kimi 86-cı dəqiqədə Parma daha doğrusu ikinci qolu vurdu və 2-1 üstün durumdaydı. Görüşün bu hesabla yekunlaşacağı gözlənilsə də əlavə olunmuş dəqiqələrdə əzmkarlıq nümayiş etdirən Roma öncə Renç ilə hesabı bərabərləşdirdi. Ardınca əlavə olunmuş dəqiqələrdə Malen penaltidən komandasına 3 xal qazandırdı. İlk qolu da Malen vurmuşdu. Oyundan vurmuşdu həmin qolu Dybala'nın ötürməsindən sonra. Napoli'də ümumiyyətlə turun son 3 oyunu eyni hesabla nəticələndi. Maraqlıdır. Özü səfər komandaların qələbəsi. Hər üç görüşdə də qonaq komandaların qələbələri qeydə alındı. Parma Roma'ya 2-3 hesabı ilə məğlub oldu. Eyni hesabla Milan Atalanta'ya məğlub oldu. Bu görüşdə açıq mənim üçün bu nəticə gözlənilməz deyildi açıq Orxan. Çünki mən zaten bundan öncəki verilişdə də qeyd etmişdim ki, Milanda ciddi eniş vardı. Artıq Milanın bu məğlubiyyətindən sonra Juventus 3-cü pilləyə yüksəlib. Roma Juventus'a çatmağı düşünürdü. Artıq belə görünür ki, Roma Milana da keçə bilər. Milana çatmağa çalışacaq deyilsə belə görünür. Çünki Juventus artıq 3-cü yerdədir, amma bir xallıq fərq vardı. Yəni elə də böyük. Xallar bərabərdir hazırda Roma ilə Milan arasında. Amma istənilən halda mən Juventusun rahatlıqla çempionat vəsiqə qazanacağını düşünürəm. Çünki heç bir iddiası qalmayan Fiorentina Avrokubokları zaten düşməyəcək və liqadan da düşməyəcək. Fiorentina ilə doğma meydanda oynayır və Turin derbisi var. Hər nə qədər Turin derbisi təbii ki, Turin derbilərində açıq favorit olmur, amma Juventusla Torino eyni səviyyədə tutmağımız da düzgün deyil. Bu Milan-Inter görüşü deyil ki, nəsə deməyə çətinlik çəkək. Böyük ölçüdə Juventus həmin qarşılaşmada da qələbə qazanacaq. Zaten Torino bu mövsüm uğursuz nəticələr əldə edir. 3-0 öndə idi Atalanta. Sona yaxın 88-ci dəqiqədə Strahinja Pavlović mərkəz müdafiəçisi fərqləndi. Kifayət qədər məhsuldar mövsüm keçirir bu futbolçu və 90-cı dəqiqədə əlavə olmuş dəqiqələrdə hakim təyin etdiyi penaltini Christopher Nkunku dəqiq yerinə yetirdi. Hesabı 2-3 etdi. Sonra vaxt yetmədi artıq Milana məğlubiyyətdən yaxın qurtarmaq üçün və turun son görüşü də eyni hesabla yekunlaşdı. Napoli'də doğma meydanda Bologna 2-3 hesabı ilə məğlub oldu. Napoli'də də vəziyyət elədir. Baxmayaq ki, ikinci yerdədir. 3-cü yerdə olan Juventus, 4-cü yerdə olan Milan, hətta 5-ci pillədə olan Roma'da Napoli'yə çata bilər. Hələ 2 tur vardı. Napoli'nin oyununda da Milan kimi ciddi enişin olduğunu görürük. İtaliya çempionatı barədə bu qədər. Bir də mən İngiltərə çempionatı barədə danışarkən bir şeyi vurğulamağı unutdum Orxan. Türkiyə futbol sevərlərinə daha çox maraqlı olar bu məlumat hər halda. Championshipdə mübarizə aparan Hull City. Biz bilirik ki, klubun sahibi Acun Ilıcalıdır. Acun Ilıcalı ötən mövsüm Fenerbahçedaydı həmçinin. Fenerbahçedən ayrıldı. Bu iş adamı 3 klubun səhmlərinə sahibdir. Tam hüquqlu səhmlərinə sahibdir. Sloveniya Maribor klubunun, İngiltərənin Hull City komandasının və eyni zamanda İrlandiyanın Dundalk komandasının səhmlərinə sahibdir. 100%, yəni tam olaraq sahibdir bu 3 klubun səhmlərinə. Hull City ümumiyyətlə mövsümü çox uğursuz başlamışdı. Hətta mövsümün əvvəlində komandaya transfer yasağı qoyulmuşdu, sonradan endirildi bu cəza. Mövsümün demək olar ki, son yerlərində idi mövsümün əvvəlində. 5-6 komanda var idi ki, Championship'dən ikinci liqaya yuvarlanma ehtimalı. Biri də Hull City idi, amma sonradan komanda toparlandı və mövsüm sonunda 6-cı yeri tutdular və biz bilirik ki, 3-cü, 4-cü, 5-ci və 6-cı yeri tutan komandalar play-off oynayırlar Premier Liqaya vəsiqə qazanmaq üçün. Birinci yeri Frank Lampard'ın çalışdırdığı Coventry birinci yeri tutdu və Premier Liqaya vəsiqə qazandı. İkinci yeri isə Ipswich. Bir il aradan sonra Ipswich Town da yenidən Premier Liqaya vəsiqə aldı. Burada dörtlü bir oyunlar keçirilir. Yəni Millwall, Hull City 3-cü, 4-cü, 5-ci, 6-cı yeri tutan komandalar. Millwall, Hull City ilə ilk görüşü Hull şəhərində keçirilən görüşdə
Hull City doğma meydanında Millwall'dan qolsuz bərabərə qalmışdı. Dünən təkrar görüş oldu. Yeri gəlmişkən mən oyunu canlı izlədim TV8 kanalında. Acun Ilıcalı tribunadan öz xanımı ilə, həyat yoldaşı ilə də canlı oyunu izləyirdi. Oyundan öncə komandanın çalışdırıcı Yakiroviçin də açıqlamaları var idi. Bu komandanı Millwall'u, yəni məğlub edəcəklərini, Londonda məğlub edib finala yüksələcəklərini inandığını bildirmişdi. Belə də oldu. Hull City 2-0 hesabı ilə layiqli qələbə qazandı. Rəqibi isə bugün bilinəcək. Southampton Middlesbrough görüşündə komandanın finaldakı rəqibi bilinəcək. Bu komandalar arasında keçirilən Middlesbrough'dakı iki oyunu da qeyd edim ki, həmin qarşılaşmada necə ki Hull City Millwall qarşılaşması qolsuz bərabərliyi ilə yekunlaşmışdı. Eyni hesab bu oyunda da qeydə alınmışdı. Hər şey ikinci oyunda həll olunacaq. Hər şey bu görüşdə təbii ki, cavab qarşılaşmasında həll olunacaq. Bu görüşdən qalib gələn komanda həlləci qarşılaşmada Hull City ilə qarşılaşacaq və qələbə qazanan komanda Premier Liqaya vəsiqə qazanacaq. Bəli. Təşəkkür edirəm bu məlumata görə də. Mən onu da qeyd edeyim ki, bizim efirimizin sponsoru Buz Koladır. Bu sadəcə kola deyil, bizim koladır. Buz Kola Azərbaycanın kolası. Devizimiz belədir və qarşıdan yay fəsli də gəlir və Buz Kola ilə sərinləyə bilərsiniz. Belə əziz izləyicilər, əziz Best FM izləyiciləri, dinləyiciləri, təşəkkür edirik bizi dinlədiyinizə görə. Bugünlük və bu həftəlik bu qədər. Növbəti həftədə eşidilmək ümidi ilə. Sağ ol.